Əziz dostlar, qonağımız Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Hərbi Orkestrinin solisti Gizir Anar İlhamlıdır. Anar, xoş gəlmisiniz. Çox sağ olun Rauf bəy, minnətdaram. Öncə təşəkkür edirəm dəvətiniz üçün, sizi salamlayıram və efir qarşısında bizi izləyən bütün dəyərli izləyiciləri ürəkdən salamlayıram. Və bugün 9 may Qələbə Bayramı günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirəm. Elə biz əslində bayram buraxılışımıza da sizin Azərbaycan mahnınızla başladıq. Biz bildiyimiz qədərlə siz oxuduğunuz vətənpərvər mahnıların bir çoxunun həm söz yazarı, həm də bəstəkarısınız və eyni zamanda vətən müharibəsində də ən fəal sənət adamlarından biriydiniz. Anar İlhamlı, ilham mənbəyi nədir istəyərdim belə bir sual verim. Bəli, Anar İlhamlı öncə deyim ki, İlhamlı İlham atamın adıdır. Aha. Eyni zamanda İlhamlı yəni təb mənasında. Amma ilk müəllim də səhv eləmirəmsə atanız olub. Bəli, ilk müəllim atam olub. Atam qarmon ifaçısı olub, muğam dərsi deyib. Və kiçik yaşlarımdan musiqi ilə məşğul olmuşam. Sonra konservatoriyaya daxil oldum. Sonra hərbi orkestrdə çalışdım Fövqəladə Hallar Nazirliyinin Akademiyasında. 2010-cu ildən xidmət edirəm. Həm solist, həm də musiqi təlimatçısı kimi. Bəli, düzgün qeyd etdiniz. Bir çox mahnıların həm musiqisinin, həm də sözlərinin müəllifiyəm. Xüsusilə də 44 günlük Vətən müharibəsi ərəfəsində bildiyimiz kimi 27 sentyabr cənab Ali Baş Komandanımızın əmri ilə döyüş başladı. Mənfur düşmənin təxribatına əks hücum əməliyyatı başladı və artıq 30 sentyabr mən Vətən üçün doğulduq marşını yazdım. Ulu öndərimiz, ümumilli liderimiz Heydər Əliyevin bizim güclü ordumuz var. Biz öz torpaqlarımızı azad etməyə qadirik şüarı ilə başlayan və gözəl şair Bəxtiyar Vahabzadənin Vətən üçün doğulduq şeirinə marş qoşdum və həmin ərəfədə xalq arasında hərbi ruhu daha da artırmaq məqsədi ilə təqdim etdim. Və eyni zamanda 44 gün ərzində bildiyimiz kimi bir mahnının ərsəyə gəlməsi üçün bir neçə aylar zaman tələb olunur. Ancaq 44 gün vaxt ərzində necə ki bizim igid oğullarımız ön cəbhədə vuruşurdu və biz sənət adamlarda öz sahəmizdə çalışdıq. Mən həmin ərəfədə Azərbaycan bayrağı, Zəfər döyüşü, Azərbaycan əsgəri, ən igid əsgər adlı mahnıları təqdim etdim ictimaiyyətə. İstəyərdik ki, son olaraq elə biz bugünkü bayram buraxılışımızı da sizin gözəl bir ifanızla yekunlaşdıraq. Böyük məmnuniyyətlə mən bir daha təşəkkür edirəm dəvətiniz üçün, bir daha xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycan bayrağı səslənəcək, sözləri gözəl şairimiz Ramiz Qusarçaylıya, musiqisi mənə aiddir. Dinləyək o zaman, əziz dostlar, elə biz də verilişimizi Anar İlhamlının Azərbaycan bayrağı mahnısı ilə yekunlaşdırırıq. Bir daha hər birinizi bu gözəl bayram münasibətilə təbrik edirik. Şənini vəsf etməyə yetər qüdrətim yetər. Ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində yaqazin, yaşayır mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Cəngidə cövlan yerim, cövlanda can yerim sən. Barışda gül çələngim, savaşda qan yerim sən. Sən mənim an yerimsən, mənim iman yerimsən. Dalğalı ləngərlərin, yelpiklənən bayrağı, Azərbaycan bayrağı. Yağının min hiləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı. Azərbaycan bayrağı.
vəsf etməyə yetər qüdrətim, yetər ulduzunu, ayını göydə mələklər öpər. Hər rəngində ya qazi, ya şəhər bir mən bitər. Səni istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Cəngdə cövlan yerim, cövlanda can yerim sən. Barışda gül çələngim, savaşda qan yerim sən. Sən mənim and yerimsən, mənim iman yerimsən. Dalğalı ləngərlərin, yelpiklənən bayrağı, Azərbaycan bayrağı, Azərbaycan bayrağı. Tarixdən qədimdir, zamandan qoca, mənim bayrağıma sancılan hilal. Aləmə nur saçdı tarix boyunca, məbədlər başına tac olan hilal. Daim ucalasan savaş günündə, əskər silahıyla səni tel görür. Yalnız zəfər çalmış şəhid önündə, səni alqış üçün əylən görür. Yağının min hiləsi köydən, kələkdən keçər. Sən sancılan ucalıq min ürəkdən keçər. Dağlar yerindən oynar, daşlar ələkdən keçər. Göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı, Azərbaycan